Yəni biz yanındasa Java ilə konstruktor yaradırdıq private file eleməklə. Artıq Springdə konstruktor yaratmır. Bir dənə orada komponent annotasiyası verməklə onu təmin eləmiş olduq. Və required or constructor var, onu da verməliyik. Autovire required or constructor verirsən ehtiyac yoxdur və fərqləri var əslində, amma onlar elə indinin topiki deyil, yəni o qədər ehtiyac yoxdur. Neysə, biz başlayaq işimizə. Mən axı keçən öyle görmüşdüm, Tural sən atmışdın deyəsən bu izah elədiyim mövzunu. Bir dənə şəkil atmışdın, orada mən görmüşdüm bu. Onu Rəvan atmışdı. Hə. Cavad atmışdı. Cavad? Tamam. Tamam, başlayaq. Görək. Adını nə qoyaq? Student demo application. Java Maven bunu dəyişək az.turing dəyişirəm 21 qoyacam. Nə işləmişsiniz mənə? Nə? Groovy var idi. Onu işləmişsiniz heç. O nədir? Gradle yoxsa? Groovy. Groovy bizim yazdığı başqa bir dil kimi. Yo. Mən Java bilirəm, yəni başqa bir dil bilmirəm. 24? 24 nədir? 24 çıxıb bir şey. 24 nədir? Nasıl update gördün? Biz hələ 8-də qalanaq. Neysə, başqa bir şey dəyişmək lazımdırmı? Yox, deyə düşünürəm. Nix nədir? Biz Spring proyekt yaradırıq. Spring proyekt yaradırsan? Yaradırdım. Spring yaratmalı deyildi. Oradan da yaradırsan, amma Intel işləyən bu funksiyanı verir. Daha oradan yaratmaq əvəzinə gəlib biləm. Neysə, buradan edək. Tamam. Burada yaxınlaşmaq olmur. Bundan sonra olur. Windows evdə plus düyməsine bas. Windows plus eyni anda. Yox. Olurmuş. Olmaz olaydı. Windows mənfiyə bas. Windows mənfiyə biraz balaca açılır. İstədiyin qədər. Neysə, keçeyim oradan rahat böyüdəcəm. Abi nədir? Neysə, az.turing student demo dərslərə baxsınız o YouTube atdığım. Hə? Yox, atılanlara baxmışsınız. Tamam. Create eləyək. ID sırası main yükləmələr olsun. Aha. Spring lazımdır. Yox. Spring'in Java SE-də yazılmış arxitekturası düşünə bilərik. Bizim ilk başlarda nə etməliyik? Entitlərimiz olmalıdır. Entitlərdən başlamalıyıq deploy eləməyə. Bir şey deyim, misal mən yazmışıq axırıncı proyekt. Orada package-in adına entity yox, amma şey qoydu. Model. Dedi elə daha yaxşıdır. Olar. Siz entity qoyacaqsınız adına. Mən əslində Hansını yazaqsınız? gəlin istəyirsiniz şey deyək. Modelin içində amma entitylər var. Klasın adı entity, yəni model fərqi. Bizim nələrimiz olacaq? Ən başda nədən başlayırdıq? Domaindən başlayırdıq da.
Gəlin paketlərimizi yaradaq. Sonra konfigurlar. Sonra nə var idi? DAO, DAO. Konfigurlar idi. Servis. Controller. Aha. Gəlin domaindən başlayaq yazmağa. Domain nədir? Bunun haqqında danışmışdıq biz. Arxitekturanın başlandığı yer. Domain içərisində adətən nə olurdu? Entitilər və entitlər üzərində görülən əməliyyatları saxlaya biləcək repositorilər. İndi. Siz bu kod götürürsünüz yoxsa? Aha, götürürəm. Nə? DAO paketini niyə yaratmadın? Burada yaradıram da indi. Domain içərisində yaradacam. İndi bizim hansı entitimiz var idi? Student entity. Bu sadəcə example-dır. Yəni mən DAO-da iş görmək istəyirəmsə, tamam iş görmək istəyirsən. Amma nəyin üzərində iş görmək istəyirsən? Mənim birinci növbədə entitlərim olmalıdır ki, onlar üzərində iş görə biləm. Tamam. İndi gəlin studentimizi yaradaq. Nəyimiz olsun studentdə? Report dəqiqdir. Gedir. Hə, başqa cür. Həmən dilində. Bu görünür ekran. Aha. Long ID. Sonra nə olsun? Name. Tutalım surname. Bir tane de olsun age. Ha, string kaldı. Tamam. Integer age. Neydi? Konstruct. Birinci növbədə konstruktumuzu yaradaq. Birini də boş yaradacağıq yenə. Yarada bilərik. İstəyirsən boş yaradaq. Yox, sonra lazım olmuşdu. Hə? Biz obisdəki Zaten kod istifadə yazan otomatik yaranır özü yaranır. Yox. Avtomatik yaranır. Error verir, sonra yazma olur da. Yox, sən əgər konstruktorun yoxdursa, o zaman boş bir konstruktor var. Amma konstruktor yaradandan sonra o boş konstruktor gedir işinə. Onu əllə yaratmalısan. Getdə setdə. Getir və setir. Tamam. Equals və hash kodda yaradaq. Next. Deyəlim ki, hamısına görə yaradaq. Name, surname, age. O yaratsın bizim üçün. Aldı, abra. Tüstü. Tüstü. Tamam. Bu bizim entitimiz. Hazırdır. Gələk nəyə? Entitlərin idarə oluna biləcəyi bir yerə. Repository. Repo DAO olan yerdə mühüm bir şey. Nə? Repo ilə DAO olsa eyni əhəmiyyət daşımır. Repository sadəcə paketin adını qoyuram ki, yəni bu mənim bazamdır. Yəni DAO yaradasın. DAO yaradacam. Mənim repo. Yaxşı. Sizcə nə etməliyəm? Class yaradım, interfeys yaradım. Burada interfeys. DAO-da interfeysi, sonra interfeysi. Aha. Bu DAO nədir? Mənim məsələn burada hal-hazırda bir dənə entitim var, student, düzdürmü? Səhər birisi gün siz booking yazasınız, düzdür? Bookingdə bizim hansı entitlərimiz var? Flight var, booking var, passenger var, müxtəlif növ entitlərimiz var, düzdür? İndi mən əgər burada tamam gəlib, məsələn, DAO-da nə iş görmək istəyirəm? Metodlar yazmalıyam da, düzdür? Məsələn, yazaq, geriyə nə qaytarsın? Student entity qaytarsın. Misal üçün save metodunu. Nə götürməlidir bunu bizdən? Student entity, düzdür? Student.
Bu sadəcə bir example-dır. İndi repositorini mənim hal-hazırda deyəlim ki, in memory ilə işləyirəm. Memory DAO. İmplementasiya elədim. Nədən? DAO-dan. Tamam. Aha. Bu entity-nin verdiyim üçün avtomatik olaraq entity-mə qoydu da metodun, yəni parametr olaraq götürdü burada entity-ni. Yaxşı. Mən hal-hazırda bu memory-də, yəni student entity ilə işləmək istəyirəm. Axı mən dedim ki, yəni bizim müxtəlif növ entity-lərimiz ola bilər də. İndi mən fərz edin ki, hal-hazırda mən student entity ilə işləmək istəyirəmsə, o zaman bir dənə student DAO yaratmalıyam. Və ya məsələn başqa bir teacher entity-im ola bilər. Onunla işləmək istəyirəmsə, artıq onun üçün də bir dənə DAO yaratmalıyam. 10 dənə entity-im varsa, 10 dənə DAO yaratmalıyam, düzdürmü? Yaxşı, biz necə eləyək ki, bu asılığı biz aradan qaldıraq? Yəni elə bir yanaşma tərzi görək ki, yəni burada təkcə student yox, bütün entitlər ifadə oluna bilsin. Bir DAO bütün şeylər 10 dənə idarə eləsin. Implement yazırdı və package Bax. Spring-in bir dənə mövzusuna girirəm. Halbuki bir ay yarım sonra keçəcək mövzudur. Şimdi verəcəksən hamısını entity olaraq. Bu entity olsun. Bu da nəyi olsun? Generic verdim. Yaz sünteşizi. İndi. Mənim hal-hazırda bu entity nədir? Buradakı student entity deyilmi? Bir dənə geri alıram. Bu qalsın burada. Mən bunun yerinə bir dənə y, yəni bu y entity-ni ifadə edir, düzdür? Save metodu yazıram. Bu save metodu bir dənə y götürür. Y. Tamam. İndi mənim 3 dənə əgər DAO-um var, 3 dənə entity-im varsa, bu generikdir deyə hamısının yerində ifadə oluna biləcək. Gəlin məsələn, bunu sizə vizual olaraq göstəreyim. DAO. Gəlin burada da bir dənə yaradım, teacher. Teacher entity. Bunu sadəcə ümumi olaraq yaradıram, sonra siləcəm. Bax, mən burada generic verməsəm, bax, bizim burada hal-hazırda 2 dənə entitimiz var, düzdürmü? Mən bu entitləri idarə eləmək üçün student üçün ayrıca DAO yaratmalıyam. Teacher üçün ayrıca DAO yaratmalıyam. Generic verirəm ki, yəni mən generic verməkdən məqsəd bu DAO məhdudlaşmasın. Hamısının yerində ifadə oluna bilsin. Bu i nədir? Məsələn, biz studenti tapan zaman adresən nəyinə görə tapırıq? ID-si bu olan qeyd gətir. Bu i də onu ifadə edir. Bu sizin, deyirəm, bəs ay sonra istifadə edəcəyiniz şeydir. Gəlin onu vizual olaraq da göstərim. Cinema Strap, məsələn burada. Bax, eyni arxitekturada, eynisini qurmuşuq burada. Domain var, mən də bunu Spring-də yazmışam. Entity-imdir, entitlərimdir. Biz hal-hazırda əlinə yazırıq. Sabah Spring bizim üçün yazacaq. Məsələn, burada mənim entitlərim var da, düzdürmü? JPA repository deyə bir şey var. O məndən nə götürür? Bir dənə entity götürür, bir də entity-nin ID-si nədirsə onu götürür. Biz buradan eləmişik, eyni şey. Bir dənə entity götürür, bir də ID-sini götürür. Tamam. Baxın. JPA repository. Yəni bunun məqsədi mən hal-hazırda bu repositoryla iş görmək istəyirəm. Və bu repositorinin ID-si nədirsə, onu burada verirəm. Yəni longdursa long verəcəm, həmin entity-nin ID-si. Integersə integer verəcəm. Aha. Neysə, bu belə. Daha onu bildiniz nəyə görə yaratdım, generic niyə verdim? Bunu silirəm indi. Bunu da silirəm. Tamam.
Bizim hansı növ şeylər ola bilərdi? Məsələn, list şey olsun. Bütün hamısını qaytaram. Y. List nədir? Bu necə idi? Collection. Get all. Aha, hər hazırda hər ikisini yazıram. Ehtiyac yoxdur. Yaxşı, gəlin bir dənə şey də yazaq. ID-sinə görə götürməyimiz. Məsələn, geriyə entity qaytarsın, amma nəyinə görə? Get by index. Burada nəyi verirəm? Y. Aha. Bu belə. İndi gedirik. Okay. Deməli, DAO-nu yaratdım ki, müxtəlif entitylərlə işləmək üçün. Tamam. İndi student DAO deyə bir şey yaratdım burada. Mən deyirəm ki, bu abstrakt olsun. İndi deyəcəm. Bu abstrakt eləməkdə məqsəd metodları burada implementasiya eləməyək deyədir. Bax, mən deyirəm ki, bu student DAO-dur və bu məsələn, belə deyim də, burada sən işləyəsən nə ilə? Implement eləyir DAO-dan və deyirəm ki, student entity da long. Bax, mən bunu abstrakt eləməsəm, bunun metodlarını override eləməliyəm. Amma mən müxtəlif, bunu belə bu variantda eləsəm, müxtəlif bazalarla işləyə bilməyəcəm. O problemi aradan qaldırmaq üçün mən bu abstrakt eləyirəm. Bu oldu student DAO, yəni student entitilər üzərində işləmək üçün. Tamam. Mənim məsələn, burada bir dənə də teacher entity ola bilər. Teacher entity. Deyərəm ki, bu da olsun teacher entity üzərində işləmək üçün bir dənə də burada DAO yaradacağım. Misal üçün, nə olacaq? Teacher DAO. İmplementasiya eləyirəm. Nədən? DAO-dan. Amma DAO verən zaman, nəyini verməliyəm bura? Teacher. Teacher'ın ID-si nədirsə, məsələn, studentin ID-si tutalım long idi, mən oraya long verdim. Ola bilər teacher'ın ID-si integerdir. Onu verəcəm bura. Bu, belə eləyən zaman mən metodları override eləməli olmalıyam. İndi bunu abstrakt eləyirəm. Məsələn, bu oldu mənim ümumi bir arxitekturam. Mən, misal üçün, hal-hazırda memori ilə işləmək istəyirəmsə, yaradacağım nə? Student in memory DAO. Nə edəcəm? Extend, abstract axı, classable. Extend student DAO. Nə olacaq? Tamam. Artıq override eləmiş oldum. Tutalım, mənim müxtəlif növ paket database'im ola bilər. Dedim ki, bu hal-hazırda oldu memory üçün. İndi fayl üçün yaratmaq istəyirəm. Student file DAO. Nə edəcəm? Extend student DAO. Bu file, memory ya da database məsələləri olmasa birbaşa eləyə bilərik. Olar, hə. Abstrakt class yazmanın birbaşa. Aha. Bax, buna bir dənə fikir verin uşaqlar. Bu, mən burada student DAO-da bunun demişəm ki, sən student entity ilə işləyəsən. Bunu gəlib burada yaradan zaman mənim üçün bax, burada entity-ni də qoyur. Entity-ni də qaytarır. Onu orada tipini vermişəm deyə. Amma normalda bunu mən əllə yazırdım. Bu mənə bundan da xilas edir. Necə? Gəlin, istəyirsiniz bunu səliqəli bir formatda şey eləyək. Məsələn, bu olsun memory üçün. Neyniyəcəm? Bu DAO ümumidir, yəni. Repositorun içərisində bir dənə DAO açın.
bu student down atım buranın içərisinə. In memory. Atdım bura. Məsələn, bu DAO'lar da burada qalsın. Bu da heç. Bu da olsun nəyə? Hətta bunu belə eləyək, bax. Bizim müxtəlif növ DAO'larımız ola bilər də. Tamam. Memory. Aha. Bu da olsun nə? File. Aa, bu class'dır, sorry. Bunu açmaq istəyirəm. O sene beşleşti. Nə oldu? Kendi bir anlaşmamız. Okay. Təkrar bir özə keçirəm uşaqlar. Bax, bu DAO-nun məqsədi üst bir interfeys yaradıram. Bax, biz 2 ay sonra Spring keçəcəyik. Springdə JPA repository deyə bir şey var. O bizim üçün hazır bir metodları vermək üçün istifadə olunur. Nə üzərində? Biz adətən entitilər üzərində işləyirik, düzdürmü? İndi bu JPA repository özündən 2 dənə şey götürür. Yəni bir entity götürür, bir də entity'nin ID'sini götürür. Tamam. Bax, bizim burada yaratdığımız DAO-nun məqsədi bax budur. JPA repository deyə bir şey. Yəni bizim müxtəlif növ entitylərimiz ola bilər. Onu da mən burada generik verirəm ki, müxtəlif entityləri ora verə biləm. Tamam. Yəni bu DAO deyir ki, mənlə yəni bir get eləyə bilərsən, save eləyə bilərsən, indeksinə görə məlumatı ala bilərsən. Amma bunları necə eləyirsənsə, yəni sən bunu database üzərindən də eləyə bilərsən, memory üzərindən də eləyə bilərsən, file üzərindən də eləyə bilərsən. Tamam. Onun üçün, yəni mən hal-hazırda studentlər üzərində iş görmək istəyirəmsə, müxtəlif bazalarda student DAO deyə bir şey yaradıram. Və bu DAO-ya deyirəm ki, sən elə bir DAO-san ki, student DAO. Sən sadəcə student entity üzərində əməliyyatlar eləyə bilərsən. Və bu student entitylərdə harada ki, məsələn, iş görmək istəyirəm, misal üçün mən tutalım bu entitylərin üzərində memory üzərində iş görmək istəyirəmsə, sadəcə memory DAO deyə bir şey açdım. Extend elədim bu student DAO-dan. Bu da mənim üçün metodlarımı hazır şəkildə qoydu. Məsələn, get-olu bir dənə yazaq. Bir iş görmək istəyirəmsə, neyini yazam? Gəlin yazaq, nə? Məsələn, okay, public final list. Nə? Student entity. Buna deyək, student list. Bərabər new array list. Bu hal-hazırda nədir? Studentləri öz önündə saxlayan bir məlumat. Mən də bunu, bu collection'dır, tamam. Get-olu almaq istəyirəmsə nə edəcəm? Return student list. Bu qədər. Artıq get-olu yazmış oldum. Save eləmək istəyirəmsə nə edəcəm? Student list nöqtə save. Yoxdur, add. Nə götürür bax? Student entity. Hansını götürəcəm? Nəyə əlavə edəcəm? Bura göndərilən add studenti. Amma bu bununla bitirmir, yox. Geri nə etməliyəm? Return student entity. Daha doğrusu student. Əlavə olmadan geri qaytardım. Bu qədər. Bu nədir? ID. Olsun ID. Geri nə qaytaracağım? Student listin daxilindən nöqtə get by index. İndeksin verdim. Nəyi? Bu ID-ni. Mesir bu. Ne deyir bu? Aa, orada long vermişik. Hanı bu? Tamam. Burada nədir bəs? Onu yuxarıda biz student DAO-da biz bunu yo, burada da long vermiş. Bu niyə problem yaradır?
Hə, get int götürür. Yox, bu nə istəyir bizdən? Mən görək nə olacaq. Yox, bu nə? Entity nöqtə get int götürür, tamam. Bunu belə eləyə bilərik biz. Int qas eləyək. Haydi, yox, belə olmuyor. İşte bu entitini mən long integer eləyim, hə? Yox, olmur. Altta işin gətirdim. Bir ay dərsdən qalmışsın, dərsdən qalmışsın. Yalan deyil, qətiyyən dərsə baxma. Birdən bir şey öyrənərsən. Tamam. Ben int var ya orada int ID yalnız. Orada inti var hazırlayalım ID'nin. Ne? Dəyişdim onsuz da problem olmayacaq. Amma problem var burada. Çünki biz bu DAO-da bunu dəyişməliyik. Integer verməliyik. Tamam. Bu oldu mənim memorim. Sərbəsi gün məsələn database ilə işləmək istəyirəmsə nə edəcəm? Nə edəcəm siz deyin? Bir dənə class açacağam. Onun student DAO-dan implement extend eləyəcəm. Deyəcəm ki, bu artıq DAO ilə işləyir. Nə? Yeni entity əlavə olunanda, yəni rahat olacaq da bizdə belə əməli. Abstract bir klassdır. Buna deyirəm ki, sən elə bir DAO-san ki, sən studentlə işləyəsən, bu qədər. Bax. Bu niyə içi boşdur mesela? Nə? İçi boşdur. Nəyə lazımdır? Implement eləmək. Sən adətən belə deyim də, məlumatlar üzrə nəyə işləyə bilərsən? CRUD operatorları, düzdür? Yaxşı, CRUD operatorları 10 dənə entitim varsa, 10 dənə fərqli bir DAO yaratmalı deyilsən. Aha. Mən də bunu bildiniz. Tamam. İndi mən də DAO-nu deyirəm ki, və yaxşı, mən burada tipini verməsəm bunun, bu nə bilsin ki, bu gedib hansı entity ilə işləsin. Mən buna deyirəm ki, bu DAO-nu yaratmanı, student DAO-nu yaratmanı, sən student entity üzərinə əməliyyat aparassan. Student file in-memory yaratmaqda məqsəd, deyirəm ki, sən studentlər üzərində memory ilə işləyəsən. Yəni demək istəyirəm ki, burada birbaşa məsələn implement nə yazmır? Burada Birbaşa burada məsələn implement DAO yazaq da. burada DAO yazaq. Implement DAO, student entity long. Yaş bazanın dəyişəni necə olacaq? Saxlama yerinə. Şeyə görədir, file memory, Database. Database'in dəyişilməsinə görədir bax. gedə bilərəm. Olar getmək istə gedə bilərsən. İndi məqsəd strategiya patterni izah eləmək idi. Müəllim biz Java işləyirdik də. Nə? Java. Elə deyirlər. Neyse, bunları example olarak gösterdim. Teacher entity. Tamam. Bunu sildim. File DAO, memory. Tamam. Sonra bir daha bakın. File DAO, okey. Burada problem nədir? Bu metodun metli yoxdur. Tamam. Bu oldu file, bu oldu memory. Bugünkü dərsin adı nə idi acaba? Strategiya patterni. Mən ondan sonra da service yazanda Aha. İndi başa düşəsiniz ki, yəni bu DAO-nu niyə birbaşa şey eləmirik?
Gəlin bir dənə servisin daxilində student servis yazıram. Bax. Mənim burada məsələn adi qaydada biz memorini işləmək istəyən zaman servisin nəyə ehtiyacı var? DAO-ya, düzdürmü? Nə edirdik? Private final student in memory DAO. Hələ adi qaydadan söhbət edirəm. In memory DAO. Məsələn, bunun construct'ını yaratdıq. Tamam. Məsələn, getAll metodunu çağıraq. Görək necə olacaq. getAll metodu mənə nə qaytarır? List student entity find all deyək məsələn. Find all hamısı. Return student in memory down nöqtə nə get all. Bu nə qaytarır? Bu list qaytarır. Orada collection qaytarır. Tamam. Hani bu DAO. In memory daha doğrusu. Bunu eləyək list. Problem aradan qalxdı. Aha. Yaxşı. Deyəlim ki, məsələn heç bu olmadı, düzdür. Biz niyə bunu yaradırıq? Mən bu getAll metodunu çağırmaq üçün nə edirdim? New student in memory DAO nöqtə getAll. Yaxşı. Bir dənə məsələn yazıram. Public Aha, indi o şeyi göstərmək istəyirəm sizə. Create metodu nə edir məsələn? Save metodu. Geriyə save student entity götürür. Any student return nə edəcəm? New in memory DAO nöqtə save və student. Tamam. İndi fərz edin ki 20 dənə metodum var, 20 dənə new yaratmalıyım. Düşünün ki Bakı Dövlət Universiteti var. Bir dənə create metodu, yəni 20.000 dənə tələbə varsa 20.000 dənə instans yaratmalıdır. Biz onu final veririk ki bu problemləri aradan qaldıraq. Yəni mən hər dəfə bunu deyil də bu in memory'ni çağırım. Nöqtə get all. Burada da nə? Student in memory bu. Nöqtə save. Eyni şey oldu mu? Tamam. Bu belə. İndi gəlin kontrollerdən bir dənə nümunə yazaq. Kontrollerimiz var mı? Var. Student controller. Bunun nəyə ehtiyacı var? Final student service. Service. İndi biraz azdan səbirli olun. İndi başa düşəsiniz ki o DAO-nu biz niyə yaratmışıq. Private neydi? Public list student. Ama beynimden çok karıştım, bu kadar paket sormalı. Hə? Paket sayı çoktur. Kulağın açsaydı. Əslində çətin deyil fəxrim. Düzü mən də yaxşı izah edəmədim. Bayramdan sonra biraz özümdə deyiləm. Paxlavalar sağ olsun. Benim adı ağzım gelir. Havalan diye başlar. Aa yox, şirniyyat konkret. Özümə 2 ilə yaxın şirniyyat. Üçün orqazm səs verir. Find all. Ama ki hemşehrim. Tamam. Gəlin indi main metoduna yazaq.
Siz deyin. Siz deyin mən yazım. Birinci dağ. DAO. Error verəcək. Burada demək birinci dalını yaradacaq. Sonra servis. Deyin yazım. Mənim metoda bir RAM olmalı deyil. Hə? Ben RAM verəm. Heç şimdi biz məsələn get-all çağırmaq istəyirsən nə etməliyik? New student controller. Mən birinci dağdan başlayacağım. Yox da mən izah etmək məqsədiylə onu şey edirəm. Nöqtə get-all. Tamam. Nə kopdu ya? Student controller. Kontrolun içində servis. Aha. Problem var burada. Bu məndən nə istəyir? Servis. Instance. Tamam. Gəlin yazaq servis. New student service. Atdıq servisi bura. Nədir problem? Soyuq. Aa, bu get-all. Oradaydı. Get-all. Hələ saxlam. Aha. DAO. DAO əsas məsələ bu DAO deyil. DAO necə deyim? Yaxşı, yazaq DAO-nu. DAO bərabər Amma şey new New agreement. Student. Servis vermiyorsun. nə yazım? DAO yazım bunu. Yo, o internet. DAO yazım görün nə oldu? Dağ yazdım. Biabırçılıq. O niye öyle oldu şu? Hə? Mənim o niye öyle oldu şu? Zərgər əsas deyir. Fikirləşirəm mən ha, ona görə gəlmir. Nəsə deyərəm. Dağ beraberdir. DAO yazıq alınmadı. Aləm deydi Onda bir-birinə. stüdyo daha yazılır. Aha. Yo. DAO. Aha. Yaxşı, biz hal-hazırda memori ilə işləməsirik, düzdür? Nə etməliyik? O import eləməm sənətlə tamam ona görə. In memory DAO. Dağ beraber. DAO bərabər new in memory DAO. Bu DAO-nu da atdım bunun içərisinə. Aha. Yaxşı, indi bir dənə söz deyim sizə. Bazanı dəyişən zaman nə olacaq? Hamısı Ben partiyada. yazamazsızdı. Dağ beraber new student dağ. Belə, Polymorfizm. belə yazılmış. Amma daha Bəli. Və problemdir axı bu. Neye problemim ben? DAO nə, generik bir klass deyilmi? Mən ona tiplərini verməliyəm yoxsa yox? Onun generisini Student verin. dağ. Yo, götürdü axı. Götürün, Götürün. kırmızıdır. Hə, onda tipləndi. Student dağ deyil. Ben orada Kaban- kırmızı Belə yapamam. verməliyik uşaqlar. Bax, student DAO. Vəsə, Aha biz Yenə problem. nə deyir bu? Olsun da, nə dəxli var? Yox, bir də mənim qaydımda lazımdır. Dən baxın. Orada da student dağ olmalı deyil, ikinci hissəsiz o dağ yazılmış. Yox, öyle olmalı. Hə. Bildim problemləri. Bu DAO in memory götürür. Hə. Düzdürmü? Demək ki, mən hal-hazırda fərqli bazalarla işləmək istəyirəmsə, bu servisdə nə etməliyəm? Birini, obrisləri... Student DAO istifadə etməliyəm ki, o hamısının yerində özünü apara bilsin. Bax, mən hal-hazırda servisdə DAO-ya ehtiyacım var. Memori ilə işləmək istəyirəmsə, bunu belə yaza bilərəm. Gəlin bura yazın. Student in memory DAO. Tamam. Belə yaza bilsəm. Problem aradan qalxdı. Amma bazen dəyişmək istəsəm nə edəcəm? Tutalım. Bizim burada fərqli bir fayl DAO-muz var da. Gəlib burada bu arxitekturanı yazacaqdır, düzdür? Bazen dəyişmək istəyən nə edəcəm? Gəlib burada yazacam student file DAO. Student file DAO. Tamam. Aləm dəydi bir-birinə bax. Çünki nədir bu? Onlar yerim orada. Hamısının faylı dəyişmək. Siz bayaq dediniz, yazaq obrislər komment atırıq istədiyiniz vaxtı komment atırıq. Elə yazmırıq şey. Bəli.
Bazen dəyişmək istəyən zaman bu. Məsələn, fayl DAO ilə işləyən zaman burada metodlarda dəyişməliyəm. Çünki bu bunun obyektidir, düzdür? Amma mən bunun yerinə bir dənə DAO versəm bura. Problem oradan qalxdı. Ben yukarıda var da zaten student download. Nə? Ha, işte. Burada nə istəyir? Bu collection'dır. Tamam, problem yoxdur. Anı bu. Kasiliyi. Tamam. Mən burada student down'u verirəm deyə, o həm memory yerində, həm failin yerində özünü apara bildi. Bax, bunu verməklə. İndi gəlirəm main'ə. Bax, burada. Bu tərəfini eləyirəm student down. Tamam. Abi, nə oldu bu? Nə deyir bu? In memory götürür məndən. Hansı servis? Constructor'da. Niyə problem yaradır? Problem yaratmalı deyil Mən axı. dedim də, student down mənası. Student down mənasıdır. Elə bir başlayalım. Ya mənası var bu məzəyin. Problem yaratsam oradan çıxacaq. Yəni heç yer istifadə eləməmişəm. İndiyan göstərəcəm orada istifadə edin. Mənasız olar da, bu yetim bu şeyi götürür axı. Student down. İndi problem yaratsın, görüm necə problem yaradır. Bütün memorilerde. Və student down da axı o metodda yoxdur. Nə? Hə, implement edin. Hanı bu main metodu? Görürüz, problem aradan qalxdı. İndi bazen dəyişmək istəyirəmsə, student file down. Məsələn, bu halda kommentdədir. Tamam. Neyini dəyişdirdim? Bir dənə bunu kommentə aldım. Niyə elə oldu? Vəsə. Fayl ilə işləyəcək. İndi gəlib fayl ilə işləyir. Memory ilə işləmək istəsə faylı komment atacaq. Məsələn, mənə bir dənə baza lazımdır, düzdür? Database-dən də işləsək. Bu DAO. Ümumi bir arxitekturadır. Mənim burada memory ilə işləmək istəmirəmsə, bir dənə class açdım. Bu DAO-dan implementasiya elədim. Gəldim, burada istifadə elədim. Tamam. Bu servisdə də. Bunların üst klassıdır deyə bunu istifadə edirəm. Daş servis mən dediyimi bayaq, məlumat hardan gəlir bilmir. O nəyin hesabına? Student DAO-nun hesabına bunu tətbiq edir. İndi main metodunda da bunun bu tərəfi student DAO-dur deyə bu özünü həm memory yerində, həm failin yerində apara bilir. Bir dənə məsəl üçün mən repositorimi bir dənə baza artırmaq istəyirəm deyəlim ki, tutalım. Bu da olsun database. Database olsun MySQL DAO. Student Postgre DAO. Belə bir şey. Paket oldu bu. Paketi silək. Student Postgre DAO. DAO. So, extend elədim. Nədən? Student DAO-dan yox, Student DAO-dan. Tamam. Student DAO-dan extend eləyən zaman nə etməliyəm? Bir iş görmək istəyirəm. Hansı entitin üzərində? Studentin. Nə verəcəm ora? ID. Integer. Aha. Nə etməliyəm? Metodlara override eləməliyəm. So. Nə? Onlara yazmalı deyil. Burada mən niyə yazıram ki bunu? Bu genik deyil. Sorry. So. Extend elədim, metodları mənim üçün hazır elədim. Entity-ni də qoydu. Integer-də qoydum.
İndi bir dənə PostgreSQL bazasına işləmək üçün nə edəcəm? New student hani bu? PostgreDAO. Yuxarıda şimdi alsın komentar. Bütün. Bax, mən nə servisdə dəyişiklik elədim, nə kontrol elədim. Bu DAO özünü həm memorinin yerində apardı, həm failin yerində apardı, həm də Postgre'nin yerində apardı. Tamam. İndi önəmli başa düşürsünüz niyə görə? Bu nəyin hesabına olur? Çünki mən servisdə birbaşa nə memor deməmişəm, nə fail deməmişəm, nə də Postgre deməmişəm. Bu DAO-nu atmışam deyə servis bunu rahat bir şəkildə istifadə edə bilir. Sənin bircə sətir dəyişməklə arxitekturamı dəyişmiş olaram. İndi biz dedik ki, bu şey var, bu DAO gətirib bura atırıq. Bu nə oldu? İnjekt eləmək. Sizə real həyatla baxsaq, bunu necə izah eləmək olar? Yəni, nəyi örnək gətirə bilərsiniz? Gəlin belə bir şey göstərim. Müəllimlə göstərmişdir. Densiz neydi o? Məsələn, yemək pişirmək istəyirik, tava sabit qalır, amma pişirəcəksən sonra səs dəyişir. Densiz injection, injection. Injecting. Tamam, gəlin buradan belə bir şey göstərəcəm, başa düşəsiniz. Zəhnin biridir. Bu deyib şəkil. Bu nə deyəm? Yeni bir halaydı. Zəhnin biridir, ilişdirməkdir. Bax. Bu mötərizənin arasına qoyulan kapsul var. Bax, o bir instansdır. Məsələn, diş həkimə gələndə bu bir aparat da, düzdür. Hər dəfə yeni bir aparat istifadə eləmir ki, yəni sadəcə kapsulu dəyişir. Tamam. Bu instans var, bu instans. Onun arasına qoyulan şey var, kapsul. Bu bir obyektdir. Yəni, məsələn, mən Bakı Dövlət Universitetinin tələbələrini qeydiyyat edən zaman, create edən zaman sadəcə kapsulu dəyişirəm. Hər dəfə eyni şeydən istifadə, eyni metoddan istifadə edirəm. Sadəcə kapsul dəyişilir. İnjekt olur. Bu da belə. Onda siz o qeydiyyatda hər tələbə fərqli bir kapsuldur. Aha. Yox, hər tələbə eyni kapsul. Eyni aparatla, eyni obyektlə. Mən metodu istifadə edə bilərəm, düzdürmü? Burada da DAO yaratmışam. Bildim, mən məsələn sizə o qeydiyyatda alıram gitsə, tələbələr orada kapsul dəyişən nədir orada? Dəyişən nədir? Tələbə. Yox, tələbə kapsul deyil. O kapsul... Kapsul telefon içindəkidir. Kapsul Maddə, təmin maddədir. O kapsul nədir? O şey deyil mənim. Obyekt. Mötərizənin içərisində bax. Bax, uşaqlar. Bu mötərizə var, bu mötərizə. Bax, bu new student var. Bu bir şeydir, aparatdır o. Həkimin əlində tutduğu aparat. Bunun arasına qoyulan şey var. DAO. Bu nə oldu? Kapsul. O kapsulun içərisində maddə var. Onu neyinəm istifadə edirəm. Mən tələbəni neyinəm? Yaradıram. Tələbə onun içərisindəki olur maddə. Məncə indi daha yaxşı aydın oldu. Maddə. Belə. Yəni bu Postgres fayl falan olan içində özlərini bunu doldurmalıdır. Bəli. Məsələn, mən bu DAO ümumi arxitektura oldu. Bu DAO-nun onsuz da yazacağıq növbət dəfə. Spring'in ilk anlayışlarının haradan gəlməsi. Məsələn, biz indi hal-hazırda bu DAO var.
Bu bir metod. Elə bil ki, bir dənə göstəreyim. GPA repositorinin içərisində metodlar var. Məsələn, biz hal-hazırda, bax, burada hər hansı bir metod görürsünüz. Yox. Amma gəlin sizə belə bir şey göstərim. Məsələn, mən servisdə, tutalım user servis açıram. Repository. Repository.findAll. Bu haradan gəlib mənə? Bura baxın bir dənə uşaqlar. Görün nə qədər metod var. Məsələn, delete by ID, nə bilim, save, o sonra olsun, nə qoyaq? Başqa nə var? Find all olsun, find by ID olsun məsələn, find by ID, find all, find one və s. Amma mən gəlirəm burada məsələn baxıram repository, user entry repository. Burada mən hər hansı bir metod yazmışam. Yox, o metodlar hardan gəlir yaxşı? Bunu hamısını mənə təmin edən şey bax budur. Bunu amma biz hal-hazırda özümüz yazırıq. Mən deyirəm ki, bu bir GPA repositorydir. Mənlə get all eləyə bilərsən, save eləyə bilərsən, get by index eləyə bilərsən. Tamam. Bütün metodlar var, sənin üçün təmin eləyir. Hətta istəyirsən məsələn özün metod yazmaq istəyirsən. Gəl məsələn bu olsun user entity, düzdür. Burada bütün metodlar find by, yəni nə qədər istəyirsən yaz da, misal üçün email-nə görə, and, sənin üçün nə bilim, genderına görə, bir dənə and dedin, ürəyin nə qədər istəyir doldur da, yəni milyon dənə metod düzəldir sənin üçün. Bizim yazmağımıza ehtiyac duymadan, yəni istəyirsənsə əlavə özün metod yaz, find-dan bütün metodları sənin üçün tapır gətirir, Hibernate onu sənin üçün eləyir. İndi, biz hal-hazırda DAO-nu yaradırıq ki, biz DAO deyik ki, bir arxitekturadır. Arxitekturamızda bizlə get all eləyə bilərsən, save eləyə bilərsən, get by index eləyə bilərsən. İstəyirsənsə sən GPA repository kimi bir şey yaradasan, axıra qədər doldur metodları, sonra istifadə elə. Sonra student DAO yaratdım. Dedim ki, mən hal-hazırda bu DAO məsələn müxtəlif entitlərlə işləmək üçün deyildimi GPA repository? Yəni o məqsədi entitlər üzərində əməliyyatlar aparmaqdır. Mən də bu DAO-nu yaratdım ki, mən student DAO tipi, elə bir DAO-yam ki, studentlər üzərində əməliyyat aparmaq istəyirəm. Tamam. Bunu yaratmaqda məqsəd oydu. İndi, yaxşı, studentlər üzərində əməliyyat aparmaq istəyirsən, tamam. Burada entitini verdin, tipini də verdin. Yaxşı, studentlər üzərində əməliyyatı harda aparmaq istəyirsən? Misal üçün, memory ilə aparmaq istəyirsənsə, gəldin bir dənə class açdın, extend dedin DAO-dan, sənin üçün metodları var, özü. Mən yazmadım ki bu metodları. Özü mənim üçün entitini də qoydu, listini də bura verdi. Buradan da save metodunu da yaratdı, get by indexini də yaratdı, indeksi də bura verdi, düzdürmü? Yaxşı, faylla işləmək istəyirsən, tamam. İndi biz dedik, başqa entity olsa, məsələn teacher olsa, teacher DAO da yaradacaq. Sonra gələcək burada memorydə. Gəl bir dənə yaradaq mı? Verəcək teacher DAO-dan, elə olacaqdır. Burada bir dənə entity yaratdım, teacher entity, düzdürmü? İndi mən teacherlə iş görmək üçün, teacher üçün bir mühit yaratmalıyam. Yaradacağım teacher DAO. Teacher DAO-ya deyəcəm ki, implementasiya DAO-dan və onun entitisini verməliyəm ki, sən teacher üzərində əməliyyat yaparsan. Teacher entity. Sonra da deyəcəm ki, o teacher-i harda iş görmək istəyirsənsə, məsələn, fayl yaratdın, götürdün, arxitekturasını qurdun, yazdın. Sonra bu məlumatları biz harda istifadə edirik? Student servisdə, düzdürmü? Bunu mən müxtəlif bazalarına işləmək istəyirəmsə, bunu yaratmaqda məqsəd nə idi? Bazaları bir-birindən ayırmaq, düzdür? Bunu burada vermişəm deyə, mən inversion of control demək, obyektlər idarə olunduğu yer. Bu tərəfini student DAO vermişəm deyə, bu özünü memorinin də yerində, faylın da yerində, postgrenin də yerində apara bilir. Biz entitlərimizin sayı çox olsa, ümumiyyətlə ayrı-ayrı servis, DAO hamısını yaratmalıyıq da, onları etməsək olmur, daha qısa vəziyyətdə məsələn. Daha qısa deyəndə ki, sənin... Entitlərin sayı çox o nədir? Hamısını bir ayrı-ayrı DAO-lar, servislər, hamısını bir-bir eləməlisən də. Bax, məsələn, mən burada Spring-də misal üçün 1, 2, 3, 4, 5, 6, 7 dənə fərqli entitim var, düzdür? Mən onların hərəsi üçün ayrıca repository yaratmışam. Bir dənə base üçün yaratmamışam. Niyə? Bu base, yəni bütün klasslarda ortaq sütunlar var deyə
üst klassda, yəni o bir şey deyil. Bildiniz nə deyirəm? Siz repositoryda hamısı interfeys yaratmışsınız onlar üçün. Springdə bu interfeys olur. Zaten burada da interfeysdə görmüsən. Bəs o hamısının DAO-ları hardadır? Nə? DAO. Buradadır da. Harda? DAO-su buradadır da, bunun DAO-su. Bax biz DAO vermişik ora. O JPA repozitoru artıq var. Tamam. Fərqlidir, hə. Bax. Student DAO var ya buradakı. DAO-nu implementasiya eləyir. Bu DAO nədir? Interfeys. JPA repozitoru nə idi? O da interfeys. Bu DAO da interfeys. JPA repozitorunu interfeys eləyən, implementasiya eləyən zaman deyirəm ki, entitilər üzərində işləyir. Bu entitin üzərində işləyir. Tamam. Artıq bunu dedim. Necə ki, o mənə metodlar verirdi. Mənim də hal-hazırda 3 dənə metodum var. Bu metodlardan istifadə edirəm. Tamam. Burada. Mən də ben sana vereyim. Hə. Bu fayla yazdırmaq işlərini falan, fayl output input falan yazdırırıq. Onlar harada edəcək? Hə. Gəlib burada eləyirsən. Hayda, biz- Faylla işləmək istənsə, gəlib burada iş görəsən. Necə yazdırırsansa, burada. Save metodu burada misal üçün. Ümumiyyətlə belə real fayillərdə istifadə olunmuş şeydir. Yox, mən sadəcə yəni sizdən yəni istəmirəm fayl yazmanızı. Memory və Siz demişdiniz daha çox database istifadə olunur da, fayl olmur, amma son əmrləri üçün başqa formatlar falan oldu, istifadə edəcəksiniz, ona görə öyrənməyiniz yaxşıdır. şəkil falan formatda olsun. Hə, şəkillər yazılmaq istifadə olunur. Şəkillər yazılan zaman istifadə oluna bilər. Onu göstərmişəm sizə. Şəkil necə yazılırlar. Tamam, növbətlə sizə göstərirəm. Görevlerini yazırıq ora. Yox, birbaşa ilə şəkli yazdırma olur. Elə bir şəkili byte formatında alırsan, bytelarını. Sonra yazdırırsan, geri baxsan ki, eyni şəkildir. Ölçeyin olur. Necə Fayl elə? yazanda şəkil falan harda lazım olur? Hə? Fayl yazanda şəkil lazım olur. Nə bilim valla, yəni real iş məsələn görməmişəm. Belə. Kodu paylaşa bilərsiniz, zəhmət Kodu yoxsa rekordu? Rekorda heç nə, rekorda baxacağım, mən həmişə baxıram. Rekorda baxa-baxa kod yazmaq çətin oldu, biraz baxıb yazmaq istəyirdim. Çünki bu suallar indi fərqlənə yazmışam. Bir şey, Tamam. yəni əsas yəni sözünə olmalı falan. Kopyalamayacağım. Yox. Ama yaxşı zəhmətçi. Əsas mexanizmanı dəyişmədən istifadə edəcəyim mexanizma olan kimi qalır. Bunun daxilində yaradılan bu student DAO var. Bu bir depensidir. Bir fielddir yəni. Bir depensidir. Bu main metodunda bunu nəyin yaradıram? Obyektin yaradıram, düzdürmü? Şu an bir sakit. Artıq mən bu DAO-nu bunun içərisinə atmaqla nə elədim? Yaradılmış depensini injekte elədim. Tamam. Dependency klasın daxilində yaradılan field oldu. Sonra da obyektin yaratdım, həmin fieldi göndərdim misafir servisin daxilinə, servisin konstruktoruna. Aydın olmadı. Bax, dependency injection dediğimiz şey bir klasın başqa bir klasdan asılı olmasıdır. Bu nə deməkdir səncə? Nə təsəvvür yaranır səndə? Necə? Dependency injection dediğimiz şey bir klasın başqa bir klasdan asılı olmasıdır. Məsələn, mən servisdə iş görmək istəmirəmsə, servis nədən asılıdır? DAO-dan. Controller nədən asılıdır? Servisdən. Mən bu asılığı necə aradan qaldırıram? Dependency injection məsələsi ilə. Necə edirəm yaxşı onu? Ayrı-ayrı. Gəlib burada obyektin yaradıram, göndərirəm onu konstruktorun daxilinə. Bəli. Yəni buradakı bu field olur dependency və bu field. Sonra mən konstruktorunu yaratmışam deyə göndərirəm onu daxilinə. Bu qədər. Bunu hələ ki belə arxitektura ilə qurduq. Yəni sonlandırarıq. Növbəti dəfə ümumiyyətlə yazarıq.
example olaraq. Məqsəd yəni sizə göstərməkdir ki, bu proses necə baş verir. Növbəti dəfə DT10 keçərik burada ilə. Ondan üzərindən davam edərik. Hə, dit yox. Nə oldu? Download deyirsənsə getmirəm qardaşım. Yox, Mən yetərincə oynayayım. Hə? Alt. Azsan, nə kömək eləyəm sən? Həm yemək yesiz. Yox. Mən pol yemişəm. Mən normal